Heç olmasa ən azından bir ucuzlaşan şey var. Papağımızda ataq göyə. İnsanların şərəfi ucuzlaşır, insanların ləyaqəti ucuzlaşır, insanların şəxsiyyəti ucuzlaşır. İnsanın özü də ucuzlaşa gedir. Əslində biz rejimi dəyişsəydik daha yaxşı olardı. Quldarlar və qullar ölkəsi. Bir dəfə hər kəs bilərdi ki, artıq biz quluq, qardaş, nökərik, hambalıq. Məktubadın hambalı kimin? Səhərdən axşama bir Abbasiyə işləyən bir hambalıq. Aşağı, aha hamıya pul verirsən. Mənim də bir Abbasımı ver, çövşüm gedim də. Çünki səni hambal gözü ilə görməsəydilər, sənin minimum yaşı aşıva 270 manat verməzdilər. Sənin pensiyası 345 manat verməzdilər. Sənin ikinci qrup əlilliyə 221 manat verməzdilər. Sənin qoca pensioneriyə 221 manat verməzdilər. Verirlərsə, deməli sən o kateqoriya aid olan insan deyilsən. Sən kateqoriyası aşağı, şərəfə, ləyaqəti ucuzlaşan bir insansan. Bizə bu gözlə baxırlar onlar. Və biz də, bayaq biri yazmışdı, qəssabına aşıq olan, çox üzr istəyirəm ifadəmə dönə-dönə. Mal kimi belə baxırıq. Olmaz belə. Siyasi partiyalara doluşub, siyasi mübarizə aparmaq lazımdır. Evdə oturmaqla hər gün birimizin qapısı döyüləcəkdir. Həbs olunan həbs olunacaqdır. Döyülən döyüləcək, söylən söyləyəcək, təhqir olunan təhqir olunacaqdır. Ac qalan da ac qalacaqdır.